Salam uşaqlar, mən bugün sizin üçün deməli 79-cu məsələni izah edəcəm. 11-ci sinifin buraxılış imtahana düşmüş sualı. Deməli bizə nə deyir? Deyir aralarındakı məsafə, iki məntəqə arasındakı məsafəmiz nədir bizim? 34 kilometr. A və B məntəqələrindən qarşı-qarşıya velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkət ediblər. Deməli, A-dan hərəkətə başlayan velosipedçi, bu olsun velosipedçi, bu da olsun piyada. Bizə deyir ki, A-dan hərəkətə başlayan velosipedin sürəti piyadanın sürətindən 8 deməli çoxdur. Biz piyadanın sürətini x deyək, onda velosipedçi olacaq x plus 8. Bizə deyir ki, velosipedçi A-dan 24 məsafədə olanda, yəni bu gedib buradan 24 kilometr məsafə çatıb C-yə. Onda piyadanın getdiyi yol nə olacaq? 10 olacaq. Deməli bunlar görüşüblər. Və piyada deməli piyadadan tez çatır. Velosipedçi piyadadan 0,5 saat tez çatarsa, piyadanın sürətini soruşur bizdən. Deməli burada t-ni tapsaq, piyadanın getdiyi yol olacaq 10 bölünsün x, yəni s bölünsün v düsturundan istifadə edəcəm. Digər isə 24 bölünsün x plus 8. Və 0,5 saat çox çatıbsa, deməli nə edəcəm mən? T1-dən T2-ni çıxacam, yəni çıxılsın 24 bölünsün x plus 8 bərabər olacaq. 0,5-i də 2-də 1 yaza bilərəm. İndi bunları ortaq məxrəc edəsəm, x plus 8 bu olacaq 10x plus 80 çıxılsın 24x bərabərdir 2-də 1. X-in kvadratı plus 8x çarpaz vursam olacaq deməli deməli bərabərdir 160 vursam eləyəcək deməli 14 28x. Deməli tərəf keçirsəm digər tərəfə x kvadratı plus 36x çıxılsın deməli 160 bərabərdir 0. Buradan da d bərabərdir b kvadratı çıxılsın 4ac düsturundan diskriminant tapacam. Deməli 36-nın kvadratı çıxılsın 4 vurulsun mənfi 160. O da yəni hesablasam deməli 36-nın kvadratı üstə gəl. Deməli eləyəcək ki 1936. 1936-dan da kök altından 44 çıxacaq. X1-i tapsam. Deməli, mənfi 36 üzərinə gəlsin 44 bölünsün 2. Yəni 8 bölünsün 2 olacaq 4. Mənim piyadanın sürəti oldu 4. Şu bitdi.